Salam uşaqlar. Hoş gördük sizi. Hoş gördük. Çok sağ olun, sizi görmeye çok şadım. Ben de çok şadım sizi görmeye. Necəsiniz? Ne var ne yok? Əla. Allah çok yaxşı. Gəlirik, interview veririk, sonra birazdan məşqə gidelim. Çok güzel. Bugünlerim artık Bazel'deyiz. Birinci məşqinizi 15 saniyesini 20 saniyesini gördük. Məşqiniz necə keçti? Yəni biz o rehearsal, stage rehearsalda, yəni onu deyiriz. Orada biz 3 take oxuduq. Birinci take'i yaxşı oxudum. Biraz xəstəydim, xəstələnmişdim biraz. İkinci take'i də, amma üçüncü take'də biraz yoruldum. Yani ben şadam ki çok yani hoşuna geldi. Çox minnətdarıq George, bizim xoreografa. O bizə gözəl bir səhnə xoreografiyası qurdu və çox gözəl iş gördük oyla. Ona görə ona təşəkkür edirəm. Yani çok nümayəndə heyəti var burada. Kimlerle görüşmüşsünüz? Kimdi sizin favoritiniz? Yani artık mahnıları da sahne performanslarını da baxmısınız yani ümumiyyətlə. Bir favoritiniz var mı yok mu sizin? Əlbəttə hərimizin öz favoritləri var. Həsən. Birinci Həsən senle başlayaq. Favoritin kimdi bu ildə? Sahne bakımından bence ben Kiprim gördüm. Hoşuma geldi. Səni gözəl. Çok güzel sahne ama mahnı Almanya hoşuma geldi. Senin? Favoritim Nidevil Rice. Yuval. Tabii ki benim de favoritim bu ildə İsrail'di. Yuval Rafael'di. Ona da uğurlar arzulayırıq bu illərim. Arif, bəs senin favoritin kimdi bu illərim? Əslində çoxdur, amma Malta deyərdim. Çok sağ olun uşaqlar. Sizə təkrar çox minnətdaram. Sizinlə ümumiyyətlə tanış olmağıma çox şadam. Yəni çox səmimi uşaqlarsınız. Yəni həmişə yanınızdayıq. Həmişə yəni dəstəyinizdə varıq yəni. Uğurunuz açıq olsun, şansınız bol olsun necə deyirlər. Dəstəyə görə çox sağ olun. Narahat olmayın.